Bir daha sabahınız xeyir olsun, əziz tamaşaçılar. Yenidən sizi salamlayırıq və yenidən bizə qoşulanlara deyirik ki, səhər çağındasınız, 5 iyun tarixini yaşayırıq və proqramımızın bu dəmində istəyirik ki, şairlər demişkən könlümüzü şeirə verək. Bu şeirləri yaradan, bu gözəl misraları yaradanlardan biri bugün hansı ki doğum gününü qeyd etdiyimiz şair Mikail Müşfiq xatırlanacaq hazırdakı söhbətimizdə. Bəli, əziz dostlar, bugün studiyamıza şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babulluoğlunu dəvət etmişik. Səlim mənim, xoş gəlmişsiniz. Xoş gördük, sabahınız xeyir olsun. Bugün sevilən şair, 29 il ömür yaşayıb, amma adını Azərbaycan ədəbiyyat tarixinə yazdırmağı bacaran şeirlərə, daha doğrusu mahnılara, tamaşalara, kinolara, sənədli filmlərə mövzu olan bir Azərbaycan şairindən danışacağıq, hansı ki öz sevgisini, öz istəklərini, arzularını onun şeirlərindən oxuyanda onu çox gözəl anlayırıq. Yarımçıq, nakam qalan bir ömür, amma bütün düşünürəm ki, dünyaya nümunəvi bir yaradıcı insan haqqında danışacağıq. Sizin də bilirik ki, həssas yerinizdir Mikail Müşfiq yaradıcılığı. Ona görə sizin də bugün deməyə sözünüz var. Xoş gəlmişsiniz. Sağ olun, Allah Mikail Müşfiqə rəhmət eləsin, ruhu şad olsun. Necə ki şaddır. Həm insan kimi, həm şair kimi mən şeir yazmağıma səbəb olan müasir şairlərin birincisi Mikail Müşfiqdir. Həmişə oxuyurdum, orta məktəbdə oxuduğum illərdə və anlayırdım ki, Mikail Müşfiq dövrünün heç bir şairinə bənzəmir. Mikail Müşfiq, bilirsiniz ki, həm hecada, həm sərbəstdə, daha doğrusu sərbəstin xüsusi növündə, o növdə ki, ondan sonra heç kim o cür yaza bilmədi. Verili bir də. Bir qəzəli də var. Bənzərsizdir, nümunəsi yoxdur. Azərbaycan dilində təkrar olunmazdır. Mikail Müşfiq ümumiyyətlə 20-ci əsr Azərbaycan poeziyasında bir adadır. Və belə deyək, ayrıca bir yeri var. Düşünürəm ki, təkcə ədəbiyyat tarixində deyil, elə xalqımızın qəlbində də həm həyatı ilə, həm yaradıcılığı ilə elə böyük bir yerdədir. Səlim müəllim, Müşfiqi bax, belə gözəl vəsf etdiniz, onun poeziyasından necə bəhrələndiyinizi söylədiniz. Bir şair kimi önəm daşıyır təbii ki sizin üçün. Eləcə də bizim gənclərin daima belə bir söz deyim, həyat istiqamətini verən ziyalılarımızdan biri olub, öz doğrularıyla və ya yanlışlarıyla. Deyir, yazmaram ürəyim sizi anmasa, sizin eşqinizlə alovlanmasa, el kəsib qarşımı buradaca sordu, gözdən yaş çıxarmı, ürək yanmasa, şölə titrəyərmi, rüzgar olmasa, qönçə açılarmı, bahar olmasa, bu şeirim qəlbimdən qoparmı bilməm, mənə ilham verən dostlar olmasa. Müşfiqin ilham mənbəyini, aydındır, Azərbaycan təbiəti, vətən sevgisi, dostlara, insanlara olan münasibət, onun amma ən çox ilham mənbəyi, qaynaq aldığı məqamlar gəldikdə nəyi ön plana çəkərdiniz? Bilirsiniz, Müşfiqin birinci... Nədir bu gözəl şeirlər ona yazdıran? Müşfiqin ümumiyyətlə şairliyinin əsas bir neçə sütunu var. Birinci sütun onun şəcərəsidir. Müşfiqin babası 18-ci əsrin böyük aşıqlarından olub, Aşıq Əliqulu. Deməli, dərdə uyub zarıma, axtarıb ara səhli, yaxına qoyma cəhli, bilir ki, irfan əhli, çaxır dönüb möy olmaz. Məsələn, müəyyən şeirləri qalıb. Yaxud onun babası, atası Visaqi, Əbdülqədir Visaqi. Quran hafizi olub, böyük şair olub. Şah İsmail Operasının da libretosunun müəllifi olub. Və məsələn, onun Visaqinin bir şeiri var idi. Deyirdi, bir süruri vəcdə dolsun kainat, mürqi ruhum seyri gülzar eyləsin. Dürlü-dürlü kəşfi əsrar eyləsin.
onda bulsun cavidani bir həyat. Bu birisiz nə demək? Deyir ki, kainat bir nəğməyə dolsun. Ruhumun quşu gülzarı seyr eyləsin. Və orada çoxlu sirləri kəşf eləsin və orada əbədi bir həyat tapsın. Bu sətirlərin müəlliflərinin duasından doğmuşdu Müşfiq. Müşfiq bu düşüncənin, bu kodların daşıyıcısıydı. Yenə deyirəm, bir tərəfdən İslamın dərinlikləri, o şey ki, onun belə deyək, babasının və atasının, babalarının hətta onun şəcərəsində başqa aşıqlar da olub. Bəli, bəli. Var idi. Üstə gəl, Quran, din, klassik ədəbiyyat və dövrünün, Müşfiq məsələn, dövrünün həm xüsusən türk şairlərini, eyni zamanda Avropa və Rus şairlərini də oxuyurdu. Bütün bu şeylərdən çox qəribə, çox özünə məxsus bir xəlitə yaranmışdı. Təbii ki, və Abşeronun, Bakının mühiti, havası, iqlimi fərqli bir şairi yetişdirmişdi. Təbii də, təbii fərqli edilmiş. Belə. Bu təbii vəladan necə çəkim? Onu görə qeyd edilir öz yazısında da. İti fəhmi var idi. Məsələn, mən gündən günə bu gözəlləşəm. Bəli, həyat sevgisi şeiri. Məsələn, orada, əslində orada bütün o taleyinin sunumunu da mesaj verir sanki, öncədən Dostlar bir görür. cəbhəyə tökülmüş kimi. Sonra məsələn, ümumiyyətlə Müşfiq maraqlı, axıra qədər mənə elə gəlir ki, sona qədər tədqiq olunmamış, amma hökmən tədqiq olunmalı bir şairdir. Onun bir telefon şeiri var. Deməli... Elə bir 40 ilin şeiridir o. 40 il sonranın şeiridir. 40 il yox, 77. Yox, insan oxuduqca, yəni orada olan reformlar, orada olan inkişafdan söhbət gedirsə onu izləsin. Tamamlayayım. Deməli, şeirin bir bəndi var, deyir ki, evet yarın qalmaz, evet böyle qalmaz yarın bu ölkə. Deməli, həsrətlə baxdığım üzün də bəlkə nə vaxtsa görünər mənə. Telefon şeirinin əslində bu 29-cu ilin şeiri olmalıdır. Üstündən 77 il sonra buna bir texnologiyalar... Bəs onu demək istədim. 77 il. Məsələn, birisi bu şeylər, yenə deyirəm, bu sözlə izah olunmaz şeylərdir, amma eyni zamanda araşdırılmalı məsələlərdir. Mikail Müşfiqin yaradıcılığında həm sevgi lirikası, həm bu cür, belə deyək, öncə görməsi olan şeirlər, həm ümumiyyətlə Müşfiqin metrikası, məsələn, Yenə o bağ olaydı şeirinin metrikası təkrar olunmazdı. Sonra düzdür, ona çoxlu nəzirələr yazıldı, təqlid olunmağa çalışdı. Hətta mən də yadımdadır, 16 yaşımda, 17 yaşımda Yenə o bağ olaydı şeirinin üstündə bir gənclik şeiri yazmışdım. Yəni, ona görə Müşfiq xüsusi bir yer tutur Azərbaycan şeirində. Baxmayaraq ki, çətin uşaqlıq dövrü keçirmişdi, atasını çox uşaq yaşında itirmişdi. Anasını da, bəli, valideynlərlə. Amma buna baxmayaraq onun yaradıcılığında biz o pozitivliyi, həyat eşqini daim görürük. Səlim müəllim, az öncə çıxışınızda qeyd etdiniz ki, sizin də məsələ şeir yazmanızın başlıca səbəblərindən biri Müşfiq sedasıdır. Ən çox sizə təsir eləyən, dəfələrlə oxuduğunuz, təsirindən çıxa bilmədiniz və sizi şeir yazmağa sövq edən şeiri hansıdır? Əgər mümkündürsə səsləndirsəz. 5-6 şeiri var idi ki, Müşfiqin. Onu hamımız bilirik, orta məktəbə keçmişik. Yenə o bağ olaydı, Küləklər, Oxutar, bayaq siz deməli səsləndirdiyiniz şeirlər. Təxminən o müntəxabat şeirlərdir də, belə deyək. Onlar hamının oxuduğu və sevdiyi şeir. Sonra Yağışla bağlı şeirləri. Yağış gözəldir, ana şeiri gözəldir. Ana şeiri. Yenə o bağ olaydı. Yenə yığışaraq siz o bağa köçəydiniz. Biz də muradımızca fələkdən kam alaydıq, sizə qonşu olaydıq. Yenə o bağ olaydı, səni tez-tez görəydim, qələmə söz verəydim. Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham, yazaydım səhər, axşam. Arzuya bax, sevgilim, tellərindən incəmi, söylə ürəyincəmi. Yenə o bağ olaydı, yenə sizə gələydik, danışaydıq, güləydik.
ürkək baxışlarınla qəlbimi dindirəydin, məni sevindirəydin. Gizli söhbət açaydıq ruhun ehtiyacından, qardaşından, bacından. Çəkinərək çox zaman söhbəti dəyişəydin, məni ilə əyişəydin. Yenə də bir vuraydı qəlbimiz gizli-gizli, sən ey əsmər bənizdi. Arzuya bax sevgilim, tellərindən incəmi, söylə, ürəyincəmi. Bax, necə gözəl, şeiri artıq dinləyəndə o axıcılıq, o ahəng, o şeirin içində olan o səs, səda, o bir axır gedir və heç də təsadüfi deyil ki, bəstəkarlar, istər Hacı Xan Məmmədov olsun, istər Ələkbər Tağıyev olsun, istər Səid Rüstəmov olsun, onlar söyləyirlər ki, bizim üçün çox rahat oldu o mahnılara, o şeirlərə bəstə yapmaq. Mən bu Yeri gəlmişkən elə hazırda səslənən Oxutar ifadə. səslənir, bəli, Gülağa müəllimin ifadəsi. Allah rəhmət, məncə Eyüp oxuyur. Yox, Eyübün yana o bağ olaydı şeirisi, bu musiqini yazıb Elçin İmanov Elçin yazıb, İmanov, bəli. bəli. Mənim fikrim belədir, məndən bəstəçilər inciməsin, bəstəkarlar. Şeir güclü olanda musiqi zəif olur. Musiqi güclü olanda şeir sonradan yazılsa, şeir hökmən zəif olur. Heç yəni 51-in 49-a da şansı yoxdur. Yox, heç elə də şansı. Elə də yoxdur. Yox. Birisi necədir? Müşfiqin şeirinin musiqisi onun içindədir. Bəli. Və o qədər qüdrətlidir ki. Mən məsələn, anlayıram, bizim böyük bəstəkarlar var, dahilər var. Məsələn, Füzulinin kantatası var. Amma mənim üçün o qəzəl çox yuxarıdadır. Onu yazmaq olar, oxumaq da olar və belə də olmalıdır. Amma şeirlər güclü olanda musiqilər zəif olur. Musiqilər güclü olanda və birinci olanda şeirlər hökmən zəif olur. Məncə Səlim müəllim bəstəkara da baxır. Əgər dediyiniz kompozisiyada bir Cahangir Cahangirov imzası varsa, özü simfonik orkestrlə işləmə, burada xor, mən deyərdim ki, o qəzələ biraz da gözəllik qatır. Bu mənim şəxsi acizanə öz fikrim. Onu popularlaşdırır, gözəllik qatır. Füzulinin kantatası, Nizami, məsələn, Üzeyir bəy dahi. Siz ədəbiyyatçı kimi, mən də musiqiçi kimi. Yox, mən axı dedim, musiqi güclü olanda şeir zəif olur. Variant yoxdur, bilirsiniz niyə? Çünki şeirin musiqi səs sırası şeirin bətnindədir. Onun üzərinə əlavə bir səs atanda, ola bilsin ki, o kiməsə xoş gələcək. Amma o hökmən birinci səs sırasını bağlamalıdır. Onu da bağlayanda şeir olur, başqa şeir. Müşfiq poeziyasına qaydaq, Səbinə buyur. Və yeri gəlmişkən, bugün də xatırlanır Mikail Müşfiq, istər ev muzeyində, istər onun büstünün önündə yaradıcı insanlar toplanacaqlar. Onun yenidən şeir, söz sənətinə müraciət edəcəklər. Hazırda özünüzlə gətirdiyiniz kitab haqqında istəyərdim danışaq. Bu kitab 13 il əvvəl nəşr olunub, 13-cü ildə nəşr olunub. Xalq əmanəti seriyası var, bilirsiniz, Xalq Bankın və bu Müşfiqin sonuncu və indiyə qədər ki, ifadə caizdirsə deyim, kamil seçilmiş əsərlərdir. Həm də ona görə ki, deməli, orada Müşfiqin, birisi də Müşfiqin 50 şeiri ağızdan bərpa olunur. Çünki həbs olunanda həm atasının, həm özünün bütün əl yazmaları götürülüb və məhv edilib, toplanıb və 50 şeiri, ümumiyyətlə Azərbaycan, 20-ci əsr Azərbaycan poeziyasında yeganə şairdir ki, 50 şeiri yaddaşdan bərpa olunub. Bu unikal faktdır. Həm də bu birisi nə deməkdir? Bu, ümumiyyətlə, bizim dastanlar, bayatılar, şifahi yaddaşla, şifahi yolla gəlib çatırlar. Şifahi yolla gəlib çatan əsərlərin əyarı həmişə yüksək olur. Necə ki, min illərdir, məsələn, bayatlar yaşayır. Görün, Müşfiqin şeirləri nə qədər xalqa yaxın, xüsusən də lirik şeirlər, nə qədər yaxın olub ki, bunları yaddaşdan köçürdüblər, bərpa ediblər. Və bu kitabda da Müşfiqin o köçürülərkən, bərpa olunarkən bəzi təhriflər var idi. Təxminən 7-8
təhrif var idi. Sonra bilirsiniz də, məsələn, Küləklər şeirində müəyyən ilkin nəşrlə sonraki nəşrlər arasında fərq vardı. Biz ilkin nəşri qaytardıq. Sonra məsələn bir şeiri varmış bugün. Bu qədər baş vurma səməndər yaza. Məsələn, bu qədər baş vurma səməndər yaza nə deməkdir? Heç bir şey demək deyil. Amma bu cür oxunurdu. Halbuki bu belədir. Bu qədər baş vurma səməndi naza. Yəni, nazın səməndinə bu qədər aludə olma deməkdir. Bəzi təhriflər var ki, biz onları düzəltdik. Sağ olsun bizim akademik Rafael Hüseynov da ona kitaba çox belə deməli, maraqlı bir müşfiq haqqında əsəri var Rafael müəllim. Onu qoyduğu ön söz kimi mən də daha çox şeirşünaslıq baxımından müşfiqin yaradıcılığını açan Səni kim unudar adlı bir son söz yazdım. Həm də kitabın əvvəlki versiyası Kirilcədir, Kiril əlifbası ilə. Yox, Latın əlifbası ilə çıxmışdı. 3 cildlik çap olunmuşdu Mədəniyyət Nazirliyinin dəstəyi ilə. Başqa Latın dilli, Latın əlifbalı nəşrlər var idi. Amma bu seçilmiş əsərlər kimi həm tərcümələrini əhatə eləyir, həm lirikasını, tematik bölgülər var. Çox sağ olun Səlim müəllim, minnətdarıq sizə. Bu səhər sizinlə bir söhbət, düşünürəm ki, şairin ruhuna da bir dəryada damla qədər, damlanın da zərrəyə qədər olsa bir işıq tutmağa çalışdıq. Minnətdarıq sizə və sonda xatırladaq ki, şair, tərcüməçi, eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babulluoğlu müşfiq poeziyasından bizə bəhs etdi, söhbət açdı. Təşəkkür edirik bir daha. Sağ olun.